Bilmirəm, Amerikanın səsi azadlıq radiosu yayınlayır. Ha qadın müəllim, yalan şey ola bilməz. Bax, Ermənistan çiçəklənir, Ermənistan gözəlləşir. Azərbaycan xalqı Paşinyan üçün ölür. Çünki Paşinyan demokratdır. Paşinyan ürəkdir. Özü də onun hakimiyyətidir. Hətta Avropada olmayan demokratiya Ermənistandadır. Bir baxın Paşinyana. Ermənistanda regionun ən böyük süni intellekt fabriki açılıb. Ermənistanın Hrazdan şəhərində Firebird şirkəti MDB məkanının ən böyük süni intellekt fabrikini açır. Fabrik, Nvidia'nın sürətləndirilmiş hesablama texnologiyaları və Dell Technologies'in yüksək performanslı süni intellekt infrastrukturu əsasında qurulub. Açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan, Qazaxstanın baş nazir müavini Caslan Madiyev və ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili David Allen iştirak ediblər. Neyse uzatmayaq. Ermənistanda dünyanın ən böyük süni intellekt zavodu açılıbdır. Ha, elə bilirsiniz Cənab İlham Əliyev boşdur o. Baho, yaxşı görək. Allah, bizdə də açılır. Buyurun. Bizdə də açılır, amma başqa şey açılır. Buyurun, baxın. Qeyd olunub ki, ithal olunan eşşəklərə 15.980 manat xərclənib. Hər bir eşşək 2663 manata başa gəlib. Elə bilirsiniz ki, eşşək ithal edib İlham Əliyev zavodunu açmayıb. Açı, hələ eşşək südü satır bu eşşək oğlu eşşək. Bax bir, bax. Biz eşşək zavodu açırıq. Bu boyda eşşək kanalizasiya açılış edir Gərgədəbəydə. Hələ uğur kimi bizə sırayıblar. İndi birazdan o videonu göstərəcəyəm sizə. Hələ baxın, eşşək südü. Baxın. Ölkədə ilk dəfə olaraq eşşək südü istehsal olunacaq. Artıq bunun üçün eşşək ferması da yaradılıb. Abşeron rayonu Məhəmmədi qəsəbəsində tikilən fermada 100-ə yaxın eşşək saxlanılır. Sahibkar Ülvi Hidayətzadə deyir ki, bu ferma nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Onun sözlərinə görə buradakı heyvanların hamısı həkim nəzarətindən keçib peyvənd olunub.